Cem Bey, indi hal-hazırda sizinlə led parklanmasını öyrənəcəyik. Yəni, led parklanması deyəkən nəyə nəzər tuturam? Bu ağ avtomobillə bu göy avtomobil arasında avtomobilimizi parklayacaq. Yəni, yerdə L hərf çəkəcək sanki. Bax, L hərfi kimi arxasını gətirib bu iki avtomobil arasında parklayacaq. Bax, əgər burada kons varsa, konsla aşağı götürəcək, hesabını götürəcək. Xətsə xətlə, avtomobil isə avtomobillərlə. Birinci avtomobil nəzərə almırıq. İkinci avtomobillə yan məsafəmizi, yəni intervalımızı 2 metr götürürük. 2 metrdə keçmək lazımdır avtomobili. Məsələn, bax, sür, kəlitrolu, düz tut sür, yaxud çəkmə də sağa. Sağa necə sən ki, düz gedirik də, 2 metr yan məsafən olsun. Yavaş-yavaş get. Bax, dayan. Bu avtomobili görürsən, bu avtomobili 2 metr keçmək lazımdır. Görürsən, zolağın eni 2 metrə yaxındır, maşının eni 2 metrə yaxındır. Təqribən sənin avtonun arxası, bax, bu avtonun